Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Torpağın altındakı qonşu adlı İsveç nağılını danışacağam. Keçmiş zamanlarda öz tarlasında işləyib əkin-biçinlə donanan bir kəndli vardı. Bir dəfə il boyu yağan dolu onun tarlasında yetişən bütün məhsulları məhv etmişdi. Bir il sonra isə böyük quraqlığa görə heç məhsul toplaya bilmədi. Beləcə günü-gündən kasıblaşdı. Əlində ovucunda nə varsa xərcləyib bitirdi. Evini, torpağını, bağını, bağçasını satmağa məcbur oldu. Borclarını ödədikdən sonra əlində qalan pulla meşənin yaxınlığında torpaq aldı. Aldığı torpaq əkib biçmək üçün əlverişli deyildi. Kəndli həmin sahəni daş kəsəkdən təmizlədi. Əziyyətlə bütün alaq otlarını çıxardı. Torpağı şumladı və çox çətinliklə əkin-biçinə yararlı hala saldı. Bağçanın bir küncündə kiçik daxma tikdi. Yanında tövlə düzəltdi. Arxada isə bir çardaq qurdu. 2 inək də aldı. Kənddən və insanlardan çox uzaqda yaşadığı üçün heç kəslə qarşılaşmırdı. Öz işini görər, arada kəndə gəlib məhsulunu satar, əvəzində un, şəkər, duz alıb qayıdardı. Bir gün kənddən qaydanda evinin yaxınlığında qəribə görünüşlü, naməlum adamla qarşılaşdı. Axşamın xeyir qonşu. Yad adam dedi. Hər vaxtın xeyir dostum. Burada məndən başqa bir insanın yaşadığını bilmirdim. İndiyədək quşlardan və marallardan başqa bir canlı görməmişəm. Mənim evim sənin evindən biraz qabaqdadır. Yad adam çəmənliyin digər başındakı evi göstərdi. Həqiqətən də orada qırmızı kirəmitli bir ev vardı. Amma kəndli o vaxta qədər orada ev olduğunu görməmişdi. Kəndli bu şəxsin adi insan olmadığını, yerin altında yaşayanlardan olduğunu anladı. Norveçlilər qədimdə özlərinə çox bənzəyən bir xalqın yerin altında yaşadığına inanırdılar. Bunlar istəsələr insana bənzərlər, istəsələr heyvan cildinə girərdilər. Cadu da edərdilər. Amma onlardan qorxmağa dəyməzdi. Siz onlara zərər verməsəz, onlar da sizə zərər verməzlər. Bunları bilən kəndli qorxmadı. Yad adamı evinə dəvət etdi. Özünün hazırladığı yeməkdən verdi. Oradan buradan danışdılar. Və bir müddət sonra yad adam ayağa qalxıb getmək istəyəndə ona belə söylədi. Əgər tövləni başqa bir yerə çəksən, mənə böyük yaxşılıq etmiş olarsan. Ah dostum, bunu məndən istəmə. Artıq tövlə hazırdır. Başqa bir yerdə necə təzədən tikəcəm? Həm də qışa az qalıb. Amma başqa yerdə tiksən, sən də peşman olmazsan. Yad adam dedi və uzaqlaşdı. Kəndli xeyli götür-qoy elədi. Amma bir çıxış yolu tapa bilmədi. Aradan 2 həftə keçdi. Bir gün tövləni təmizləyərkən birdən ayağının altında torpağın sürüşdüyünü hiss etdi. Sanki yer aşağıya doğru gedirdi. Birdən bir evin qonaq otağına düşdü. İpək süfrə salınmış masada qızıl və gümüş qablarda yeməklər qoyulmuşdu. Kəndli masanın ətrafında oturanların arasında 2 həftə əvvəl qarşılaşdığı yad insanı gördü. Onu da süfrəyə dəvət etdilər. Amma elə yemək istəyəndə yuxarıdan peyin tökülməyə başladı. Gördünmü? Qəribə adam dedi. Bax, buna görə səndən tövlənin yerini dəyişməyi xahiş elədim. Ertəsi gün kəndli dərhal tövləni söküb uzaq bir yerdə qurdu. Tövləni tikmək düşündüyündən asan başa gəldi. Çünki axşam yarımçıq qoyub getdiyi bütün işlər səhərə qədər bitirdi.
Sanki kimsə gecələr tövləni tikib qurtarmağa kömək edirdi. O gündən sonra kəndlinin bütün işləri çox yaxşı getməyə başladı. Həqiqətən də tövlənin yerini dəyişdiyinə heç peşman olmadı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.